Ben Hasret Babayev, Cambridge University Present Assessment'ın Azerbaycan'daki resmi imtihan merkezi Aytekin rəhbəriyəm. Bugün ben Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetinin rektoru Anar ilə görüşdük. Və bizim görüşdə məqsədimiz budur ki, biz universitetdə hem de müqavilə imzalayıcı sertifikatı təqdim etdik ki, üniversitede biz sistem olarak artık İngiliz tədrisini Cambridge sistemine göre keçəcəyik, yani sistemi keçirdəcəyik. Və artıq müəllimlər ingilisini tədris edərkən və tələbələr yetişdirilərkən, İngiliz tədris edilərkən, xüsusilə İngiliz dili müəllimliyi kafedrasında təhsil alan tələbələr, onun sonra iqtisadiyyatında təhsil alan tələbələr İngiliz dilini bu formatda görəcəklər və ilin axırında IELTS, so Cambridge Lingua Skill, First Certificate in English, Certificate in Advanced English bu imtahanlarda tələbələr iştirak edəcəklər və beynəlxalq sertifikat qazanacaqlar. Bu əməkdaşlıq çərçivəsində universitetin və bölgənin müəllimləri yetiştirmə prosesi də var. Həm universitetdə müəllimlərin bu imtahanlara görə yetiştirilməsi, seminar təlimlərin verilməsi, sonra Mingəçevirdə bu yaxın bölgələrdə, İngilis orta məktəblərdə ingilisini tədris edən müəllimlərin yetiştirilməsi, yəni Cambridge formatı ilə, Cambridge imtahanları ilə tanış olması bu əməkdaşlıq çərçivəsində var. Bir də əlavə olaraq biz Anar bəylə gələcəkdə bu bölgədə Cambridge imtahanlarının təşkilində danışdıq. Yəni məsələn bir olimpiyada ola bilər. Bizim niyyətimiz bu bölgədə Mingəçevir Dövlət Universitetində rəsmi Cambridge imtahanlarını təşkil etmək. Niyyətimiz budur ki, Gəncədə SARS olması, Mingəçevir və ətrafı, yəni gələrək burada Mingəçevir şəhərində, universitetdə imtahan verə bilərlər. Yəni biz bunu həm sınaq olaraq da təşkil edə bilərik, həm də rəsmi imtahan olaraq. Yəni bölgələrdə bunu rahatlıqla deyirəm ki, elə indiyə qədər çox da rəsmi imtahanlar keçirilməyib başlanğıclar tərəfindən, başlanğıclar tərəfindən. Yəni biz ilk olaraq bunu həyata keçiririk. Tabii da bizim üçün xoşdur, çünki bizim də Cambridge Universiteti ilə bir müqaviləmiz var, yəni bizim bir öhdəliyimiz var. Cambridge imtahanlarına tələbələrin, şagirdlərin, məktəbi şagirdlərin, müəllimlərin iştirakını təmin etmək və insanların maarifləndirilməsi. Yəni bizim üçün həqiqətən vəzifə belə deyil. O cəhətdən də bizim üçün bu bölgədə universitetin bizə qapı açması, bizi bu işə dəvət etməsi çox önəmlidir bizim üçün.